Sokrat deyirdi ki, müəllimin işi əzbərlətmək deyil, düşündürməkdir. Gəlin bir də məsələlərə sinifdən baxaq. Valideynlərin gözü ilə baxırıq, təhsil mütəxəssislərinin gözü ilə baxırıq. Bəs sinifdən baxanda necə? Bizim müəllimlər ancaq əzbərlətməyi mi bacarır? Başqa nələr bacarır ki? Yəni, bu narahatlıq, bu sos siqnalı niyə meydana gəlir? Çox sağ olun dəvət üçün və belə maraqlı müzakirə açdığınız üçün. Şagirdlər sinifdə çox şey öyrənməlidirlər, çox bacarığa yiyələnməlidirlər. Gəlin bir sadalayaq onlardan. Heç olmasa əsas 5 cəhəti sadalayaq. Məhz oxu bacarığı üzərindən getsək, biz oxuyub anlama üzərindən baxsaq məsələyə, şagirdlər verilən məzmunda, bu istəyir video məzmunu olsun, istəyir audio, istəyir yazı məzmunu olsun, o məzmundakı faktları görməlidirlər, faktları öyrənməlidirlər. Bu bir. Oradakı səbəb-nəticə əlaqələrini ayırt etməlidirlər. Hadisələri əlaqələndirə bilməlidirlər. Həmin hadisələri şərh edə bilməlidirlər. Öz fikirlərindən irəli gələn mülahizələrlə hadisələrə fikir bildirməlidirlər. Və eyni zamanda verilən məzmunun, mətnin quruluşu, onun dil-üslub xüsusiyyətləri və s. bunlar haqqında da fikir bildirə bilməlidirlər. Bizim əvvəlki məzmunda, yəni bütün bunlar hamısı bu problemlər bir məktəbdəki məzmundakı çatışmazlıqlar və bir də prosesdəki, yəni metodiki işlərdəki problemlərdən qaynaqlanır. Təbii ki, Sərxan bəyin də vurğuladığı kimi, şagird məktəbə gələnə qədər əldə etməli olduğu bacarıqları nə dərəcədə əldə edib gəlir, bu da ayrı bir məsələdir. İstər 0-3 yaş, istər 3-6 yaş, yəni 5 yaşa qədər. Bunların hamısı yerində olsa, sonrası da üzərində düzgün qurulacaq. Amma hər birində problem olduğuna görə problemlər bəzən davam edir və nəticədə gəlib oxuyub anlaması yerində olmayan, oxuduğu məzmunu tam başa düşməyən şagird və yaxud məzun kütləsi ortaya çıxır. Bilirsiniz ki, 2017-ci ildən ölkədə buraxılış imtahanlarında təkcə əzbərçilik yox, həmçinin oxuyub anlama bacarıqları. Mən konkret oxu istiqamətindən danışacağım. Burada dil fənlərindən tədris dili, eyni zamanda xarici dil, Rus bölməsində Rus dili, Azərbaycan bölməsində Azərbaycan dili. Və 2017-ci ildən etibarən 9-cu siniflərdə, 2019-cu ildən isə 11-ci siniflərdə buraxılış imtahanlarında şagirdlər artıq məzmun üzərində fikir bildirmə, oradakı faktlara yönəlmə, səbəb-nəticə əlaqələrini çıxarma bu şəkildə ölçülməyə başladı. Bizim əlimizdə yuxarı sinif şagirdlərin nəticələri var idi, oxuyub anlama üzrə. Amma aşağı siniflərdə vəziyyət necədir? 9-cu sinifə gələnə qədər şagirdlər hansı dinamika ilə inkişaf edir onların bacarıqları? Bu haqda məlumat yox idi. Və 2016-cı ildə ki, Azərbaycanda Təhsil Nazirliyinin, o zamanlar Təhsil Nazirliyi və eyni zamanda Təhsil İnstitutunun təşəbbüsü ilə beynəlxalq qiymətləndirmə PIRLS səslənir, PIRLS yazılır. 10 yaşlıların oxu bacarığını ölçən beynəlxalq tədqiqata qoşulduq biz və 5 ildən bir keçirilir. Eyni zamanda 2021-ci ildə də bu tədqiqat keçirildi. 2016-da bizə aydın oldu ki, bizim təkcə 15 yaşlılarda deyil, həmçinin 10 yaşlı uşaqlarımızın da oxuyub anlama bacarıqlarında kifayət qədər çətinliyimiz var. Və həmin vaxtdan etibarən biz təbii ki, ona qədər dərsliklər, məzmun, bu istiqamətdə, şagird yetişdirmə istiqamətində fəaliyyət göstərirdi, göstərməli idi. Amma konkret 2006-cı ildən sonra artıq şagirdlərin oxuyub anlama bacarıqları üzərində də fokus daha çox yönəldi və bu bacarıqları necə inkişaf etdirə bilərik, bunun üzərində işlər getdi. Çox üzr istəyirəm Turan xanım, bu yerdə dərsliklərə baxanda bir qədər, mən təhsilimi Azərbaycan dilində almışam və ana dilimi o qədər də zəif bilmirəm. Amma bəzən ana dili dərslikləri ilə tanış olanda mən özüm oradakı mətni anlamağa çətinlik çəkirəm. Sanki bir qədər yeni Azərbaycanca yaranıb və dərsliklər də o dildə yaranıb. Və yaxud elə şeir əzbərləməyə gəlincə, bəzən hər hansı bir uşaq yaxınlaşır ki, şeirimi əzbərləyə bilmirəm, mənə kömək elə və baxırsan ki, bu nə qədər şeirdir, ümumiyyətlə müzakirə olunmalıdır. Bəlkə bu da bir qədər şagirdləri çətinə salır. Haqlısınız, ola bilər. Dərsliklərimizə, yəni biz iddia eləmirik, dərsliklərimiz idealdır. Dərsliklərimizdə çatışmazlıqlar da, qüsurlar da ola bilər, mümkündür. Amma bu istiqamətdə də təkmilləşdirmə işləri gedir və dərsliklər getdikcə yeni nəsil dərsliklər daha yaxşı vəziyyətdə hazırlanır, yazılır. Azərbaycan dili və yaxud tədris dili dərslərinə gəlincə, dərsliklər uzun müddətki keyfiyyəti çox yaxşıdır. Yəni, bunu ekspertlərdə özünüz də baxa bilərsiniz və istər indiki 3-cü nəsil dərsliklər, istər bundan əvvəlki dərsliklər
istər mətn baxımından və yaxud oradakı məzmun baxımından müəllimə kifayət qədər kömək edir ki, o şagirddə bayaq sadaladığımız bacarıqları formalaşdırsın. Məzmunla bağlı çətinlik deyərkən bayaq nəyi nəzərdə tuturdum? Azərbaycanda kurikulumlar, yəni tətbiq olunmağa başlandıqdan sonra 2013-cü ildə bilirsiniz ki, fənlərin kurikulum sənədləri təsdiqlənib ilk dəfə və keçən 10 il, təxminən 2023-cü ilə qədər bu sənədlər tətbiq olunub məktəblərdə fən müəllimləri bu sənədin tələblərini reallaşdırır, dövlət standartları və kurikulum sənədləri üzərində. Lakin gedişat və nəticələr onu göstərir ki, biz məktəbdə şagirdlərimizi həmin təlim nəticələrinə çatdırmaqda çətinlik çəkmişik. Bu istər oxu bacarıqlarında olsun, istər riyazi və digər bacarıqlarda. Biz 2016-21 ki, bu 10 yaş uşaqların nəticələri əlimizdə oldu. O zaman məzmundakı problemi də aydın görə bildik. Yəni metodikada müəllimin sinifdə dərs keçməsində müəyyən çətinliklərimiz var. Amma təkcə bu deyil səbəb. Eyni zamanda bizim məzmunda da təkmilləşdirmələrə ehtiyacı vardı və 2022-ci, 23-cü illərdən başlayaraq məzmun da yenilənməyə başlayıb, təkmilləşdirilib. Artıq 10-11 fənnin yeni məzmunu, yeni proqramı təsdiqlənib cənab nazirin imzası ilə və onlar tətbiq olunmağa başlayıblar. Bizim gözləntimiz odur ki, əvvəlki məzmunla bu məzmun arasındakı fərq, müəllimlərin yeni metodiki yanaşmalarla dəstək göstərilməsi, müəllimlərə metodiki yanaşmalarda, dərsliklərin dəyişdirilməsi və ümumi cəmiyyətin də yanaşması bu istiqamətdədirsə, o zaman növbəti illərdə biz şagirdlərimizin oxuyub anlama bacarığında daha yaxşı nəticələrin olacağına ümid edirik.